40 nəfər döyüşə girmişik, Şuşaya gedib 11 nəfər çıxmışdı. 12-13 nəfərlə nə elədi? Gizirin ayağı burada güllə var, Gizir 65 kiloluq SPG-ni dartır. Dedim, o getmir, mənim getməyəm ayıb olur. 2 nəfər erməni gördük ki, mülki cəmaatın evini soyur. Gözlədə bir erməni vurdular maşının içində. O birisi qaçdı, girdi evə. Yəni bir ki, qaça biləcəklər. Bizimkilər qumbar atanla vurdular evi. Evin böyründə taya vardı. Tayadan ot keçdi evə, ev yanmağa başladı. Bu evin içində diri-diri yandı. Dəmirov siyahım var idi, bayaq dediyim. Belə adı soyadı kimi dəmir kimi idi. Qumbar atanı götürdü, yolun sağına keçib evin içinə vurmaq istəyəndə evin içində idilər o 2 nəfər. PKK-la üzbəüz çıxdı, PKK onu vurdu. Amma nə qədər dəysə də buna yıxılmadı adam. Yəni mən kinoda görmüşdüm ki, adama güllə dəyən nə qədər dalbada yıxılmıyor. Bu ayaq üstə qaldı. Axırıncını dəyəndə dizini qoydu yerə, başını qoydu. Qaldırdı əsgərlərinə baxdı, öz əsgərlərinə, Gizir idi öz. Əsgərlərinə bir-bir baxdı, başını qoydu, keçindi onu. Onun o bir əsgəri gəldi, həmin qumbar atanı götürdü, həmin evi vurdu. Bizim dəstəyə Ölümsüzlər adı verilmişdi. Tağımada tağım komandiri Ölümsüzlər dəstəsinin Amansızlar tağım adını vermişdi. Dəstənin şəhidləri Xudiyev Tural, Behbudov Nofəl, Xammədov Əmral, Qarayev Amal, Şahbazov Elnur, Rızayev Ülfət, Hüseynli Zahir, Dəmirov Siyahim, Mehbaliyev Vasif, Manahov Şahmar, Məmmədov Ayxan, Rükəbzadə İbrahim, Qasımov Bayram, Savadov Ələsgər, Seyfullayev Araz, Alişanlı Amal, Əhmədov Tural, Salahov Elvin, Nuzaliyev Elməddin, İsayev Alik, hamısı canavar kimi uşaqlarımız idi. Məmmədov Elvin, Atakişev Rüstəm, gözəl snayper Rüstəmimiz idi. Dəstənin snayper manqasının idi. Hüseynov Rafiz, Şıxəliyev Ənvər, Vəliyev Sadiq. Hamısı bizim güclü istehkamçılarımız idi ki, biz keçid eləyəndə onlar gəlib açırdı.